orada mənə təkcə 6 güllə dəymişdi. O qədər yanımızda adamlar kəsirdilər, başını kəsirdilər, qolunu sındırırdılar. Bizi ora qoymuşdular ki, biz öləriksə bizi burada bastırsınlar. Qarnını yarırdılar, bağırsaq tökülürdü. Su istəyirdik, su belə vermirdilər. Yanımızda bir gəlin var idi, Səmad. O gəlin yanımızda öldü orada. Oradan ətər daşına vurmuşamca gözümün birini orada istidim. Quliyeva Nəsibə, qara qızı. O günləri xatırlamaq bizim üçün çox çətindir. Hər dəfə danışdıqca, xatırladıqca həqiqətən biz yenidən yaşayırıq o hadisəni. Demək olar ki, hər danışanda yox, hər saniyə, hər dəqiqə o hadisələri biz yaşayırıq. 1993-cü il 31 mart məlum səbəblərə görə hamıya məlumdur ki, Kəlbəcərin ermənilər işğalı zamanı atamgil bizi də kənddən çıxarmaq məqsədi ilə qohumlarımızın maşınına qoyaraq Gəncə istiqamətində yola saldılar. Səhər-səhər biz evdən çıxdıq 31 martda. Kamaz markalı maşın idi. Həmin maşında 28 nəfər ən yaxın qohum əqrabalarımız idi. 6 bacı qardaş biz, dayılarım, bibilərim, xalam və anamın bibisi uşaqları hamısı. Maşında olan əksəriyyət gənclər idi, uşaqlar idi. Ona görə ki, deyirdilər ki, qız gəlin və uşaqları çıxardaq ki, yəni nəsə olmasın bunları. 30-cu gecə bizə xəbər verdilər ki, ağır döyüş görükür, arvad uşağı yola salın. 31-i səhər maşına yığdım uşaqları, bircə yoldaşımı saxladım yanımda. Deməyəsən, tuneli vermişmişlər, tunel bircə yoludur da, ayrı yeri yox. Biz tunelə çatanda, tuneldən yenicə çıxmışdıq, bir güllə atıldı və o bir güllənin biz elə bildik ki, hərə bir söz dedi ki, görəsən nəyə görə atılır. Heç bir saniyə belə keçməmişdi, söz hamının ağzında qaldı və biz gördük ki, qabaqda da bir maşını vurublar. O da Kəlbəcər rayonu Yanşaq kəndindən olub, səhv eləmirəm. Kilsəli Yanşaq. Amma bizim maşından ki, artıq bilindi ki, o maşın vurulub, ehtimal olunur. Çünki biz maşının üstündə olmuşuq. Ehtimal olunur ki, biz anamın bebisi oğluydu sürücü. Ki, o yəqin deyib, mən körpünü keçərəm. Yəni, ermənilər yuxarıdan atırdılar. Amma keçə bilmədi. Biz artıq orada bir döngə var. O döngəyə çatanda maşın yoldan çıxdı. Bağ var idi, onun içərisinə keçdi. 3 gün sonra özümüz dağlardan çıxdıq. Açdım, gəldim Murova. Gördüm, mən göndərdiyim maşından bir xəbər yoxdur. Ondan soruşanda dedilər, bəs ermənilər o maşını vurub. Oradan ətər daşına vurmuşamca gözümün birini orada istidim. Bacım, qardaşımın gəlini, mamam evləri, 3 oğlu, bir qızı, mamam oğlu, Nadir, Müşabə, oğlu, qızı. Hamı da qohum evlət, İraya. Uşaqları yığdım, dedim ki, erməni yeriyəcəkdi, girov düşəcəkdi. Bizim biraz yoldan aralıydı qoşunalar. Çorman aralıydı. Uşaqları mən çöktüm ki, erməni yeriyəcək, uşaq girov düşər. Apardım atam evinə, 6-sında. Getdi 24-cü iləm. O yolları mən gəlmişəm. Dağın uğultusu, itin ulaşması, qoyun quzunun mələşməsi. Bu dəqiqə gözümün qabağına gələndə gözlərim qaralır. 12 gün yol gəldik. Ölənim eşiyə atırdılar. Qız gəlin təsərə tökür. Çaya atırdı qız gəlin özün. Hamısı. O vəziyyətlər gələn tank kim heyvan gətirirdi, vururdu, keçirdi. Üstündən keçirdi, öldürürdü. Elə yolla saldat bizə deyirdi ki, yeriyin erməni gəldi. Yeriyin erməni gəldi, o vəziyyətdə gəldik. Tərtərdə gəldim. O surət idi. Onun mabirinin yanına dedim, silah ver, orduya qoşuluram. Dedi, gedib ordunun başını qatma. Üzüm cırıq. Ordunun dedi, gedib başını qatma. Dedim, silah ver, mən gedirəm. Mənim balalarım gedib. O vəziyyətlərə düşdüm. Siz 12 gündən sonra gələndə işitdiniz ki, uşaqlarla bağlı, elə? Mirova çıxanda dedilər ki, qara, tuneldə uşağı qırıblar. Onda bu təpəsinə döyüdü. Gecələr yol gəlirdik, günüzlər daşlarda gizlənirdik.
Onda bu təpəsinə daşına döydü. Burada Şəkidə 5 ildən sonra idi. 5 ildən sonra gözünü çıxartdı. Dedi, zəzə keçib gözünə. O qəşən daşına döydü. Mən getdim Surətin o mavinin yanına, dedim, ordu silah ver, orduya qoşurlar. O an biz elə bilirdik ki, göydən dolu yağır. Yəqin ki, tüneli görmüsünüz. Tünel hər tərəfdən dağların arasındadır və oradan da yuxarı hər tərəfdən bizə güllə atılırdı. Bizim yeganə özümüzü qoruma yolumuz maşının altı idi ki, biz ora düşsək ki, bizə orada güllə dəyməyəcək. Mən orada bibilərim kimi özləri maşının altına atmışdılar. Mən də onlara baxaraq özümü maşının altına atdım. Sonradan bacım Aygün qışqırdı ardımca, onu da maşının altına sala bildim. Və qardaşım Məzahir maşının altına düşmüşdü. Bir də bibim, daha başqa heç kimdən xəbərimiz olmadı. Həmin ərəfədə bizim maşına yolda bir əskər minmişdi. Çox təəssüflər olsun ki, o əskərin hansı rayondan olduğunu dəqiq bilə bilmədik. Mən təxmini yadımda təxmini saxlamışam ki, Gəncədənəm demişdi. Mən həm də belə bir şey, həmişə bir fikirdəyəm ki, bizim bilinməyən nə qədər Azərbaycanın milli qəhrəman oğulları ki, getdi, adları bilinmir. Onların ruhu şad olsun. O əskərlərdən biri də bizim gördüyümüz əskər idi. O maşının altına özünü atdı. O döyüşün qızğın vaxtında ki, bizdə döyüş deyəndə ki, əliyalın hamısı körpə uşaqlar, qız gəlinlər idi. Orada yalnız ermənilər elə bir ki, o maşının üstünə od əliyirdilər. Və o əskər özünü atdı maşının altına ki, artıq ermənilər orada bizə yaxınlaşırdılar. Tam yaxınlaşırdılar. Bəlkə 3-4 metr məsafə qalmışdı ki, onlar bizə maşına ata-ata gəlirdilər. Həmin ərəfədə əskər uzandı və onlara ateş açmağa başladı. Orada 2 erməninin yıxıldığını mən gördüm. Sonra gördüm ki, orada benzin çənləri deyirlər o vaxtı. Mən uşaq idim, sonradan danışıram, atam gil deyir. Və ermənilər özləri o yıxılan ermənləri çənin arxasına çəkdilər. Və sonradan lap pis başladılar. Əskər də döyüşdü, son nəfəsinə qədər o əskəri çox bir pis günə qoydular. Artıq ateş dayanmışdı, maşın alışıb yanırdı. Biz hamımız huşumuzu itirmişdik, hamımıza ağır yaralanmışdıq. Orada mənə təkcə 6 güllə dəymişdi və bir də o qəlpə yaraları. Qardaşlarım da yaralı, çoxundan heç xəbərim yox idi. Sonra bizi qoydular Oaz markalı maşına, apardılar Drambum kəndi var ora. Orada da ən ağır yaralıları, orada ölənləri o kənddə də qoyurdular. Sonra bizi Vəngə apardılar. İşgəncələr verə-verə, hətta biz hamımız su istəyirdik, su belə vermirdilər. İstəyəndə acıqları tuturdu. Bizi ilk gün idi Vəngə aparanda, axşam çağı idi. Bizim də yaralarımızın lap o şiddətdə ağrıyan vaxtı. Biz su istəyirdik. Hətta orada dedilər ki, bunları suya gölə tökmək lazımdır. Mənim ağlımda o qalıbdı ki, o qorxu məni daha çox qorxutdu ki, yəni bizi indi də suya tökərlər. Sonra bizi apardılar Vəng xəstəxanasına axşam. Orada yaralılar çox idi. Həmin günü olan yaralılar idi tüneldə. Orada Laçından gələn 2 Oaz maşınında olan yaralılar var idi. Biz idik. Bizim maşından orada daha çox o şiddət görən bizim maşın olmuşdu. Ki, o əskər ki, onlara qarşı ateş açmışdı deyə. Oradan 28 nəfərdən biz 3 qardaş bacı idik hələ ki bir yerdə. Bacım Aygün, qardaşım Azər və mən. Vəng xəstəxanasında demək olar ki, ancaq bizi ora qoymuşdular ki, biz öləriksə bizi burada bastırsınlar, açsınlar. Yəni Vəngdə ona görə saxlayırdılar yaralıları. Yüngül yaralı olanları amma Xankəndinə aparırdılar və bilinməyən başqa istiqamətlərə aparırdılar. Bəli, işgəncələr, yaralarımıza baxmamaq, nəsə istəyəndə vurmaq. Quliyev Azər Qaraoğlu, Kəlbəcər rayon sakini.
1993-cü ildə bacım bayaq qeyd elədi, əsir düşməyimizlə danışdı barəsində. Bizi yaralı vəziyyətdə Drambomda olduq bir gün. Sonra bizi apardılar Vəh kəndinə. Vəhdə 11 gün Vəhdə qaldıq. O 11 gün orada biz şiddətlər gördük. Su istəyirdik, su vermirdilər. Döyürdülər hələ onun üstündə. Elə orada hərbi vayinlər, hərbiçilər bizi çox döyürdü. Yeri cəmaat da gəlib döyürdülər orada bizi. O qədər yanımızda adamlar kəsirdilər, başını kəsirdilər, qolunu sındırırdılar. Su istəyirdin, kömək istəyirdin, ancaq biz şiddət görürdük də orada, döyülürdük. Qarnını yarırdılar, bağırsaq tökülürdü, zar erdi elə yerdə. Özümə də güllə dəymişdi, mənə də 7 güllə dəymişdi, bacıma 27 güllə qəlbə dəymişdi. Özümdə qılçamı güllə qırıqlamışdı, qolumu güllə qırıqlamışdı, ayaq üstə dura bilmirdim, hərəkətsiz, qan axatda o vəziyyətdə bədənimizdən çirk axırdı. Sonra bizi Qırmızı Xaç Cəmiyyəti apardı, Xan kəndinə apardılar 11 gündən sonra. Orada Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri gəldi, onlar baxırdı. Biz əsir gedəndə də qardaşlarımla, bacımla ayrı düşmüşdük. O bacım 3 yaşında olan bacımın qolundan güllə dəymişdi. O Vəhdə 11 gün qaldığımız müddətdə şumuzu itirmişdim, özümü itirmişdim, qan aparmışdı. Özümə gələn vaxtı 3 gün, 4 gün keçdi aradan. Dedim uşağına, dedilər uşaq ölübdür, burada bastırmışıq xəstəxananın həyətində. Sonra bacım Nəsbə ilə məni apardılar Xan kəndinə. Xan kəndində bir aydan sonra qardaşımı tapdıq, Bəxtiyar 9 yaşı vardı, ona güllə dəyməmişdi. Amma Yaşarla Məzahirə biz tuneldə güllələnən vaxtı orada qalmışdılar. Tək o 28 nəfər idi maşında həmən müddətdə. O 28 nəfərdən 7 nəfər indi biz qayıtmışıq əsirlikdən. 3 ay 15 gün biz əsirlikdə qaldıq. 3 ay 15 gündə də yenə də Xan kəndində şiddətdə qalmışıq. Nə bizə yemək vermirdilər, nə su verirdilər, nə yaralarımızı sarıydılar. Bir dənə Qırmızı Xaç Cəmiyyəti yaranmışdı. Onlar gələndən gələnə yaramızın sarğısına baxırdılar. Bədənimizdən çirk axırdı. Yanımızda bir gəlin var idi, Səmad. O gəlin yanımızda öldü orada. O baxımsızlıqdan öldü. Güllə də çox dəymişdi, yəni elə vəziyyətdə idi. Amma mən istəyərdim ki, bir canlı şahid kimi, o hadisələrin canlı şahidi kimi orada şəhid olanları, orada itirdiyimiz əzizlərimizi biz orada yenidən çəkiliş aparaq. Orada qalanların təxmini biz bilirik ki, bizim qardaşlarım, qohumlarımız, xalam, bibilərim orada şəhid oldular. Çox güman ki, ermənilər onları aparıb hardasa dəfn eləməyəcəklər ki, o ərazidə dəfn eləyiblər yəqin ki, indi belə demək olarsa. Və bir də bizim Drambom kəndində bizim yanımızda ölənlər var idi. Vəngdə bizim bacımızın ki, bizə dedilər ki, həqiqətən də ki, Mesestra gəldi, dedi ki, bacınız öldü və narkozdan ayılmadı. Onu burada bastırmışıq və bir də belə bir ifadə işlətdi ki, nə vaxtsa barışıqlıq olsa, onda gəlib apararsınız. Və erməni Mesestrasının bizə dediyi söz oldu. Bir də mən onun dəqiq öldüyünü oradan bildim ki, orada bilmirəm dəqiq deyilənə görə. Yeganə xanım var, o da bibim qızıdır. O çox ağır vəziyyətdə idi. Onun yanında əməliyyat eləmişdilər. Və o da dedi ki, həqiqətən mən də deyir, orada gördüm ki, narkozdan ayılmadı. Və orada da bildirdilər ki, o qızı burada, bağda bastırmışıq, ağacın dibində. Mən çox istəyərdim ki, mənim bacımın ən azından ki, bilirik ki, deyiblər özləri ki, orada bastırılıbdır. O ərazidə axtarışlar getsin, mənim yaşlı atam, anamın da gözü yoldan yığılsın və bizim də gözümüz çəkilsin. İndi də o qədərdir ki, fikirdən, gözüm yollarda. Daddan indi də gəldi bu biri gözüm, yumuldu qaldım belə o can qırağında.